Dövlət Turizm Agentliyi həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulkanlarının ətrafında ekoloji aksiya keçirildi. Müvafiq qurumların əməkdaşlarının, turizm sənayesi və media nümayəndələrinin, eləcə də turizm könüllülərinin iştirakı ilə təşkil olunan aksiya zamanı ərazi tullantılardan təmizləndi. Vulkanların təbii özünü bərpa prosesi üçün tələb olunan zəruri müddət nəzərə alınaraq, mütəxəssislərin rəyi əsasında əraziyə giriş müvəqqəti dayandırıldı və burada informasiya mühafizə köşkü fəaliyyətə başladı. Daha sonra tədbir Palçıq Vulkanları Turizm Kompleksində davam etdirildi. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirdi ki, fərqli turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkanlar sırasındadır. Turistler burada vulkanların ümumi quruluşuna ciddi zərər yetirmişler. Eyni zamanda onların vulkandan düzgün olmayan istifadəsi onların təhlükəsizliyi üçün də ciddi nəticələr gətirib çıxara bilir. Bu səbəbdən Dövlət Turizm Agentliyi tərəfindən Daşgil palçıq vulkanları orada vulkanların özünü bərpa prosesi bitənə qədər və orada turistlərin səfərlərinin daha uyğun formada edilməsinə qədər müvəqqəti olaraq turistlərin istifadəsini girişi orada dayandırılmışdır. Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 2024-cü ildə bilet alaraq ziyarət edənlərin sayı 663.459 nəfər təşkil edib. Əvvəlki illərdən fərqli olaraq 2024-cü ildə ziyarətçilərin təxminən 70%-ni əcnəbilər təşkil edib.